Həyatımda birinci dəfə kirpinin dadına baxmağa gedirəm. Amma bu siz bildiyiniz kirpidən deyil. Mir Yusiflə bir yerdə oturanda harda Əndirabadi qəribə qəlyanaltılar var sifariş eləyir. Bu dəfə də badımcan və göbələk çipsi ilə başladıq. Allah axırını xeyir eləsin. Göbələk çipsini daha əvvəl başqa yerlərdə də yemişəm. Burada həm dadı qəşəngdir, həm də dilimləri böyükdür deyə ləzzət elədi. Bir porsu 6 manatdır. Amma badımcan haqda eyni sözləri deyə bilməyəcəm. Daha xırçıltılı və quru gözləyirdim. Ümumiyyətlə bu məkanın çox qəşəng aurası var. Yaşıllıq içində, ağacların altında. Üstəlik rahat futbola baxmaq üçün 2 böyük proyektor da quraşdırıblar. Sonra bizə hiss seti gəldi. Lori dildə desək kapçonlu set. Setə bax belə bol toyuq və bildirçin əti, şamayka, kilkə, fareldən ibarət balıq triosu və düz 12 ədəd kanapə ansamblı daxildir. Qiyməti 59 manatdır. 4-5 nəfərə rahatlıqla bəs eləyər. Mən kirpinin yolunu gözləyərkən yolüstü Asiya sayağı qanadlar gəldi. Dadı əlaydı. Bir porsu 8 manatdır. Sonra bizə bir dənə toyuq cersi verdilər. Elə bilirsən krevetka yeyirsən. Dad üst səviyyədə. Bunun da porsu 8 manatdır. Bura gəlsəz mütləq yoxlayın. Bayaqdan kirpi yolu gözləyən mən kirpini görəndə şok oldum. Bu bildiyimiz qızardılmış kartofdur. Formasına görə saman çöpü və ya kirpi də deyirlər. Amma uşaqlar, həqiqətən necə ləzzətli idi. Yəni utanmasam ovuc-ovuc yeyərdim. Porsiyası bol idi, amma bir göz qırpımında məhv elədik. Qiyməti də 5 manatdır. Məkan bir yerdə adlanır. Keşlə bazarının yaxınlığında yerləşir. Buranı dostlarla bir yerdə gediləsi yer kimi yadda saxlayın. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.